Herkese selam dostlar. Bugün derste CashOS Linux'u necə işləyəcəyimizi göstərəcəm. CashOS Linux nə üçündür? Nəyə görə bunu istifadə eləməliyik? CashOS Linux ART bazalıdır və xüsusi driverlar var, CPU driverlar var, sonra yeni driverlar var. Bu ən sürətli Linux'dur. Həm oyun üçün, həm performans üçün ən yaxşısı budur. Yəni bunu necə işləyəcəyimizi danışaq. Mən sizə sayt verəcəm. O sayta girəsiniz. O sayta girdikdən sonra aşağı gələsiniz və 2 də seçeneği var. Bunların hansını yükləmək lazımdır? Bu notebook və personal üçündür. Bu isə əllə oyun oynayanlar üçündür. Əllə nətər oyun və bunu belə alətlər üçün. Görürsünüz bunu? Bunun üçündür bu. Biz notebook və masaüstü işlətdiyimizə görə bunu işləyirik. Buna basırıq. Direktə basaq. İşləyək. Yükləməsini gözləyək. Yükləməyi gözdən sonra ne edəcəyimizi deyəcəm. Yükləyindən sonra biz bunu ya USB ilə Ubuntu yatırıq ya da mən onun haqqında video çəkmişdim. USB-siz SSD-in bir hissəsi ilə necə ISO dosyası yazmaq olur, yəni MLS yazmaq olar. HDD ilə eləmək olar. SSD-yi sadəcə gəlirdim, söz gəlişi SSD istifadə edirdim onları. Yəni HDD ilə də ayrı istifadə edə bilərsiniz. Deməli, SSD-imizin bir hissəsinə yazdıq. Görüşüm bunu. İndi bunu yükləyəcək. Ben izleyicilerimize adım adım göstereceğim. Şimdi counter söndürüp BIOS'tan girip oradan seçeceğiz. Demek dostlar, indi cache olsun. Biz yükleme ekrana geldi. Ne edeceğiz? Birinci Wi-Fi koşacağız. Counter'ımızı. Wi-Fi koştuktan sonra öz başımıza koştuktan sonra ne edeceğiz? Launch installer'ı vururuq. Buradan dil dəyişmə olur. Dili seçmə olur. Azərbaycan dili də var. Hansı siz onu istifadə ediyor? Mən İngilizce istifadə edəcəm. Azərbaycan dili seçə bilərsiniz. Launch installer vurup gözləyirik. Və dili seçir bizdən. Ben İngilizce istifadə edirəm, onu seçəcəm. İleriye vururuq. Bu zamandır. İnternet bağlı olduğu üçün uzaqdan tapır. Bu klaviaturadır. Yəni klaviatura nə dəyər olsun onun üçündə. Bunu da seçdikdən sonra next. Bununla var. Bunu qrup eləyik. Ən qəşəng budur. Ən rahatı. Next'e vururuq. Burada manual partition'a vururuq. Enter'a vururuq. Nağara çıxında. Görürsünüz ikisini. Baxın, ayrı disklər silmirik. Nətər? Əməl sistemi hansı disklərdə onu siləcək. Məsəl üçün deyirəm. Yedək disklər özünüz bilirsiniz. Əməl sistemlərində gələn silək. Nağara görüşüm burada var. Bunu neye partition'a vurduq? Yox. Neye qrup olmaya vurduq? Nağarırıq. Create vurduq üstə. Deməli, bunu senden sonra nağaracaq. Create vururuq. Create'dan sonra nağaracaq. Bunu biz 32 kimi eləyəcək. Bunu bot seçəcək. Burası sadəcə yazıq. Bura biz yazırıq 1024 megabayt. Buraya yazırıq bot FE. Çünki bunu yazdan sonra alacaq. Buradan bot seçirik. Buna vurduq. Üçün bu seçildi. Bunu seçirik. Vurduq, buna da alacaq. Buna create'a vurduq. Bir tərəfə seçəcək. Bütöv yaddaş. Bunu rota vuracaq. Rot. Bunu oka vuracaq. Bunun üstüne basırıq. Bir də bunu edit edək. Bunu seçen sonra buraya yazırıq. Yine buna vururuq. Qutardı. Baxın. Slash. Kavurdıq. Göz kimi gəldi. Bu fatos 2 olacaq. Bot FE 1 GB. Bu da şu bu olacaq. Bir yeri biz. Bir də slash. Rost seçəsiniz. Benim için burada o belə. Sonra buna next'e vururuq. KDE Plus'ını seçin. Bu da Plus'ın Edition. Bu KDE'dir. Bunu seçməniz daha yaxşıdır. Həm animasiya cəhətdə, həm Wayland işlədir ona görə. Burada istəyiniz seçə bilərsiniz, amma məsləhətçisi budur. KDE Plus mı? Next'e vururuq. Burada indi seçirsiniz, sənə lazımdır. Məsələn, KDE Plus mı bizə lazımdır? Bu lazımdır, bu lazımdır, bu da lazımdır. Firefox değil, bunlar lazımdır və bunlar da digər şeylərdir. Sizə uyğun olan seçin. Nə lazımdırsa. Seçdikdən sonra Next'e vururuq. Bura adımızı yazırıq.
şifremizi yazaq bura. Bunu yazdan sonra qalırıq. Next-ə vururuq. Bunu yoxlamaq üçün eli yoxladıq. Üzərində düzəydən bir şey deməmişik. Sonra install alırıq. İnstall'a vururuq və gözləyirik. İndi yüklənəcək. Hər şey avtomatik yüklənəcək və biz bunu gözləyəcəyik. Yüklənəndən sonra nə edəcəksə deyəcəm. Görürsünüz dostlar. İndi siz nə edəsiniz? Buna vurub dona vurasınız. Amma bir problem ola bilər. Məsələn, kodu düz yazırsınız, girməyəcək. Bəzən belə problem olur. Məsələn, məndə o problem olmuşdu. Bu problemi həllini də göstərəcəm necə lazımdır. İndi bunu vurduqdan sonra finish'e dona vurun. Counter özü sönməsə buradan girib söndürüb başladım. Eğer kod problemi olsa mən deyəcəm necə onu həll etmək lazımdır adım adım. Dostlar, məndə kod problemi olmadı. Məsələn, kod səhvdirsə filan və ya girmirsə, bu problemi həllini göstərəcəm. Yəni nəsə bunu formatsız bir şeysiz kodunu dəyişməyi göstərəcəm. Yəni məndə kod düzdür, amma nəsə kod düzdür, yəni düz kod yazanda girir. Amma bir dəfə mənim başıma gəlmişdi ki, kod düzdür, amma girmir. Neçə dəfə 3 dəfə format elədim, yüklədim, kodu düz yazdım, asan kodlar yazdım, amma girmədi. İndi mən o həllini göstərəcəm, necə eləmək lazımdır. Deməli, ən birinci kontörü söndürürük. Sonra bunu yandırırıq. F12'ye basırıq. Live moda keçməsi. Live mod yəni USB ilə. İndi buradan davamını göstərəcəm, nə eləmək lazım, nə eləmək lazım, şifrə sıfırlamaq üçün. Deməli dostlar, live USB açdıqdan sonra nə edəcək? Buradan yazırıq. Windows dünyasında konsol yazırıq. Konsola görürüz, gəldi. Bunu enter'e vururuq. Və mən sizə əmrlər deyəcəm. O əmrləri yazacaq. Gəlin bir yazaq. ls i deyə əmrə yazırıq, göstərəcəm sizə. Görüşün, baxın. Baxın. Bu olan sizindir. Bu da sizindir. Bu sistemdir. Bu da UEFI'dir. Nə edəcəyimdir? Yazırıq. Sudo mkdir p slash mnt flash
Deməli dostlar, baxın bunlar idi. Bunlar yazırıq və baxın. Burada istifadəçi adı yazıyorsunuz bu kodunu yazandan sonra. İstifadəçi mən səhv yazdım. İstifadəçi Nihat kodu bunu yazdım. Baxın kod Nihat 1 2 3 4. Kodu bir dəfə yazdım, kodu yenidən yazdım və kod dəyişildi. İndi bunu yazırıq və bot edici bitdi. Ümumiyyətlə bunu siz Linux istifadəndə də edə bilərsiniz. Məsələn, kod yazıcıdan çıxsa, Live USB ilə edə bilərsiniz, yəni şifrə sıfırlamaq.